Çox gözlətmədim, ümidvaram. Gedəkliyirdim də, ona görə biraz gecikdim. Salam, xoş gəlmisən, səfalar gətirmisən, həmişə sən gələrsən. Canımsan, amma çox canım deyilsən də, biraz canımsan. Sən mənə belə rəqib zad olmaq fikirləşsən bəzən. Məncə xoşum gəlmir, amma belə özündə yaxşı uşaqsan, çox belə şey eləyə bilmirəm səndən. Heç də sən divasan, sən yuxarıda oturursan, amma yenə də məndə nələrsə oğurluyursan. Siz deyimlərin başına hər gün oyun açırlar, ya çökürsüz, ya nəsə olur. Biz ümumiyyətlə deyim komandası olaraq çox şeyə şahidlik eləyirik. Yəni həqiqətən görməməli olduğumuz çox şeyə şahidlik eləyirik. Bir çox şəkil faylı, video faylına biz məruz qalırıq, amma yenə də biz xoşbəxtik. Yəni deyim komandası olaraq düşünürük ki, kimsə kimsəyə nömrəsini vermədən rahat bir şəkildə danışa bilər. Keçən dəfə Instagram DM-ilə oturub söhbət eləyirik ki, ümumiyyətlə Facebook DM-in nəyə lazımdır? Messenger nəyə lazımdır? Düzdür, Messenger də buradaymış, bax işte səni görməmişəm, çox da fikir verməmişəm. Mən də səni görməmişəm, bilmirəm sən hansısa Telegram X, Z, H, U, bilmirəm, milyonlar versən var, mən də çox başa çıxmır səndən. Səni ümumiyyətlə istifadə edən var. Mən biraz geri düşüncəliyəm deyə o demək deyil ki, məni əzəsiz. Yəni ən azından mən birdən üzüm var, sizə 8 dənə üzünüz var. Burada ayaqqabıdan danışırıq da görürük ki, ayaqqabı qabağımıza çıxır. Bütün məlumatları yığırsınız. Sənin maksimum ya kontunuz bitdi, xahiş edir balansınızı artırın, ya da kredit borcunuz bu qədərdir, ya da hansısa bir müqavilədə zəngin seni əldə etmək üçün 3144 nömrəsinə mesaj göndərin. Kimi şeylərlə azıq məşğullarda sənin. Sizdən çox xoşum gəlmədi, mən çıxıb gedirəm. Çox da özünüzü yaxın hiss eləməyin. Siz gördüyünüz çox peşmanam. Ümidvaram bir də görüşmərik. Hamınız çökərsiniz. Sağ olun.